Salam, hər vaxtınız xeyirli olsun, əziz şagirdlər. Bugün sizinlə biz 12 oktyabr 2025-ci ildə təşkil olunan OTK sınağına, 9-cu sinif OTK sınağının izahına baxırıq. 61-ci sualda, 61-ci sualla başlayırıq. Be fluent in nədəsə sərbəst olmaq, essential, vacib, connected, əlaqəli. Baxıram, be fluent, birə olacaq B variantı. Able to speak a language easily and well. 2-yə olacaq A variantı, important, necessary sözləri sinonimdir və connected, linked C variantı. B, A, C, düzgün cavabımız C variantı. 62-ci testə baxıram, longest sifətin üstünlük dərəcəsi varsa bura Z artiklı qoyuruq və dünyada deyiriksə buna da Z artiklı C variantı. 63-cü testdə bizdən cəm isimləri istəyir. Baxıram, burada is var, burada is var, burada is var, is var. Bu təkliyi bildirir. Amma C bəndində ar var. Deməli, bu cəmdədir. C variantı düzgün cavabımdır. 64-cü testə baxıram. There is ilə olanda Z ilə olmaz. Birinci onu silirəm. Answer E artiklı ilə olmaz. Boşluq olmaz. An answer və research də N ilə olmaz. Düzgün cavab D variantı. 65-ci testə baxıram. Compound nounlar istəyir. Burada şəkilçi var, şəkilçi var, şəkilçi var və ment şəkilçi. Düzgün cavab 65-də D variantı. 66-cı testə baxıram, uşaqlar sayıla bilməyən isimlər istəyir. Baxın, car sayılır, book sayılır, computer sayılır, notebook sayılır, sonra burada cat sayılır. Düzgün cavabım C variantı. 67-ci testə baxıram, tək isimləri istəyir və burada ismim cəmdədir getdi. Baxın, burada cəmdədir getdi. Several-la olan cəmdədir getdi. Baxın, burada cəmdədir getdi. Düzgün cavabımız B variantıdır 67-ci testdə. 68-ci testdə antonimləri istəyir. Yəni, bir-birinin əksi olan rapid, fast, sürətli deməkdir. Large, tiny. İkini götürürük və brave, courage bunlar bir-birindən eyni sözlərdir və cheerful, sorrowful 2, 4 və intelligent, smart 5 bunlar da eyni mənada istifadə olunur. 69-cu testdən davam edirik. Deyir, aprelin 5-i 2024-cü ildə London kitabxanası elan elədi ki, bütün reading session for children and young people every Saturday. Hər şənbə günü cavan uşaqlar və cavan insanlar üçün oxuma sessiyası təşkil edəcək və bir həftə əvvəl bu sessiya sosial mediada və yerli xəbər qəzetlərdə dərc olundu. Uşaqlar dəvət olundu, sevimli kitablarını gəlib buradan götürməyi və onu oxumağı. Baxıram, burada deyir ki, təkcə deyir yetişkinlər, yox, burada təkcə yetişkinlərdən söhbət getmir, bu getdi. Library ask children to bring their favorite books to session, B variantı 69-da düzgün cavabımızdır. Did not make deyir, heç bir deyir elan eləmədi, amma elan eləmişdi xəbər sosial mediada və yerli qəzetlərdə. Reading are held every day, yox, every Saturday. Baxın, burada every Saturday, bu yanlışdır. O must pay, must niyə, malıməli, pay niyə, ödəməlidir, pul ödəmir axı, free readingdir burada, pulsuz olan bir şeydir. Amma orada deyir, pul ödəməlisən, düzgün deyil. Sonra 70-ci testlə davam edirik. 70-ci testdə deyir ki, mənim oğlum əziz Mr. Parker, mənim oğlum David hal-hazırda deyir ki, rəsm kurslarına sizin studiyada qəbul olunubdur. Təəssüflər olsun ki, biz başqa şəhərə köçdüyümüzə görə biz sizin dərslərinizə davam edə bilməyəcəyik. Zəhmət olmasa mənə bildirin görüm necə sertifikat əldə edə bilərik və hal-hazırda dərsi tamamlayır. Çox təşəkkür edirəm məni başa düşdüyünüzə görə, səmimiyyətlə xanım Brown. Bu cür istifadə olunubdur. Burada tələb edir, burada tələb etmir. Yeni başlaması üçün kursa tələb etmir. Continued after moving another başqa məktəbə davam başqa məktəbdə, başqa kursda davam edəcəyini demədi. Dedi ki, bitirmək istəyir. Information about the certificate for finishing lesson. Bəli, C variantı 70-də düzgün cavabımızdır ki, dərsləri bitirmək üçün sertifikat əldə etməkdən danışır. Söhbət burada gedir. Bütün kursda deyir ki, is waiting for payment. Yox. Və wants Mr. Parker
cancel all art for others-dır. Yox, burada da belə bir şeydən söhbət getmirdi. 71-ci testdə baxıram. Deyir ki, mən deyir yazıram inform you that mən deyir səni məlumatlandırıram ki, bizim məktəb xorumu sizin musiqi mərkəzinizi gələn next Friday ziyarət edəcək. Next Friday ziyarət edəcək. Uşaqlar deyir ki, hələ də heyecanlıdırlar instrumentləri, alətləri görməyi və musiqi tarixi haqqında öyrənməyi. Bu deyir ki, qiymətləndirilir. Əgər qısa bir workshop deyir hazırlasınız, onlar üçün bu yüksək qiymətləndirilər. Dərin səmimiyyətlə xanım Lena. Baxıram deyir ki, xanım Lena Mr. Harris'i dəvət edir. Yox, burada belə bir şey yoxdur. Mr. Lane small workshop for the B variantı düzgün cavabımızdır. Music to sing a song mahnı oxumaq üçün yox. Will perform yox. Next Monday deyir burada. Friday deyirdi. Ona görə yanlışdır. Write about his new workshop haqqında yazır. Oxuma mətnimiz var. Oxuma mətnində deyir ki, kəklik otu məşhur deyir, herbal müalicəvi bir bitkidir. Azərbaycanda və dünyada geniş yayılmışdır. Həmçinin deyir ki, güclü dadı və sağalma xüsusiyyətlərinə görə də tanınır. Azərbaycanda kəklik otu dağlarda, xüsusilə də quru və günəşli yerlərdə yetişdirilir. İnsanlar deyir, bunları asan tapa bilər. Qərbi Qafqaz dağlarında və Talış dağlarında. Onlarda ən çox məşhur mərkəzləri Naxçıvan dağlarıdır ki, haradakı xüsusi aroması var idi ki, buranın Azərbaycan mədəniyyəti xoşlayırdı. Bu bitkilər balaca idiler. Onların balaca purple bənövşəyi və pink çəhrayı flowers gülləri, çiçəkləri var idi və qısa yaşıl yarpaqları var idi. Bu smeas dadırdı, çox strong, güclü və fresh, təmiz dadırdı və çoxlu insanlar bunu çayda və yeməkdə xoşlayırdılar. Kəklik otu soyuq dəyməyə, boğaz ağrısına, hətta qarın problemlərində də kömək edirdi. Bu həmçinin for cleaning air insanlara həmçinin havanı təmizləməyə və insanlara sakitləşməyə də kömək edirdi. Müxtəlif növ kəklik otu növləri var idilər ki, onlar rənglərinə, dadlarına və harda yetişmələrinə görə seçilirdilər. Ən yaxşı deyir ki, keyfiyyətli olanları təmiz dağlarda dağ havası və bright flowers, açıq gülləri var idi. Fermerlər və herbal xalq təbabəti ilə məşğul olanlar tez-tez bunları qurudurdular və xüsusilə bunları power saxlayırdılar və bu gün də kəklik otu nəinki evlərdə, həmçinin apteklərdə də və herbal xalq təbabəti olan dükanlarda da satılır. Why is the kəklik otu niyə məşhur idi Azərbaycanda? Çünki dadına və sağlamlıq faydalarına görə məşhur idi. According to the passage, correct, düzgün variantı deyir istifadə olunur. Bu deyir sağlamlıq üçün istifadə olunurdu. Bəli, amma burada quru yerlərdə saxlanılırdı. Power 1-3 düzgündür, 4 yanlışdır. Çünki onun deyir uzun yarpaqları vardı. Yox, qısa yarpaqları 1-3 E variantı düzgün cavabımızdır. 74-də nə haqqında danışılırdı? Burada D variantı olacaq. Məşhur deyir bir müalicəvi bitki və onun xüsusiyyətləri haqqında danışılırdı. Ən yaxşı quality is chosen because it is. Baxın, burada mətndən sadəcə seçirik. Bahardadır. Birincidir, bir də Grove Mountains, bir də üçüncüdür. Və burada təkcə deyir Northern regionda yerləşirdi. Yox, bu yanlışdır. Başqa mixed səhv salınırdı. Yox, bu da yanlışdır. 1-3 o tanınırdı, bilinirdi. Necə səhv salına bilərdi? Yanlış olanı bizdən istəyir. İndi 76-da yanlış olan təkcə deyir Talış dağlarında yetişirdi. Yox, bu yanlışdır. Bir də geniş yarpaqları var. Bəli, bu da yanlışdır. 2-4 yazanlar düzgün cavabdır. Bir də bizdə listeningdir. Listeningi paylaşmışam. Girib qulaq asa bilərsiniz. Mən burada sizə cavabları deyəcəm. 77-də olacaq D variantı. 78-də olacaq E variantı. 79-da olacaq E variantı. Və 80-in birincisində olacaq true, 80-in ikincisində false, üçüncüsündə true və dördüncüsündə benefits for young people. Bir dəqiqə.
has no benefits. Hə, no dediyinə görə dördüncüsündə də false olacaq. Dördüncüsündə də olacaq false.